Yox, normal dövlət başçısı dövlətini müharibəyə uda bilməyəcəyi müharibəyə soxmamalıydı Sevinç xanım. Bundan başqa Siz baxın. həmin dönəmi xatırlayırsınız necə? Hər Çox şey necə baş gözəl verirdi? xatırlayıram. Necə Bəli, protest bəli. cərəyanı Zelenski edirdi? meydan oxuyurdu. Yo, yo, Rusiya yo. deyirdi ki, Minsk razılaşmalarına qayıtmaq lazımdır. Zelenski deyirdi, NATO-ya müraciət edirəm. Zelenski hələ NATO-ya daxil olmaqla bağlı arzularını ifadə edərkən Rusiya artıq bunu Ay, Sevinç mübahisə xanım, predmetinə o çevirmişdi. media- NATO belə qəbul etmir Minsk razılaşmalarını niyə qayıtmadılar Minsk razılaşmalarına? İmza atmışdı da prezidentdə. İstanbul razılaşması, yaxşı onu da qoydum. Rusiya girdi. Məsəl üçün də girmişdi, üstündən neçə ay keçmişdi İstanbulda danışıqlar oldu. 6 ay idi. 6 ayda Rusiyanın ay, işğal sazişi. Rusiyanın işğal elədiyi ərazilər indikindən az idi. Yəni Qırılan orada insanlar dayana bilərdi demək niyə dayanmadı? Hə. Yəni dayanardı yenə Boris indi Johnson dayanmayacaq. gəldi və dedi ki, Ay olmaz. sağ olun. İndi bir il sonra da siz deyəcəksiniz ki, Steinmeier gəldi, dedi ki, Steinmeier dedi ki, sən kişisən. Orada hələ Charles qapının ağzında görüşdü Zelenski ilə. Özdə bizim o xanımın tikdiyi sviterlə görüşdü. Dedim, mən o boyda Kral Charles görüşürəm. Ey Trump, sən niyə görüşmürsən? Yəni baxın, bu məsələlər bax Zelenskinin xətrinə dəyirsə ki, Trump ona sual verdirirsə ki, kostyumun hanı? O birisi o məşhur Lətifəndi, sən papağın hanı? O hani Lətifəni bilməyənlər, o bilirsiniz də, dovşan bəhanə axtarır canavarı döydürməyə, şah olur bir tər. Hər dəfə canavarı döydürür ki, papağın hanı, papağın hanı. Canavar deyir, qardaş, canavarın papağı olmaz da. Məsələ odur, axı, sən mənə niyə döyür? Bunun acığı gəlir bəhanə axtar. Canavar şirə şikayət edir ki, bunu qaydasına sal. Şir də gəlir dovşana məsləhət verməyə. Canavar sən demə qıraqdan qulaq asırmış. Şir deyir ki, ay dovşan belə eləmə, bəhanə tap. Deyir, bəhanə necə tapım? Deyir, ay canavar, get su gətir mənə. İsti gətirsə deyir, mən soyuq istəyirdim. Döydür, hə? Soyuq gətirsə də deyir, isti istəyirdim. Əksər döydür yenə. Da papaq canavar hara, papaq hara, nə dəxli var? Deyir, yaxşı elə eləyərəm. Canavarı çağırtdırır yenə. Canavar gəldi, canavar get mənə su gətir. Canavar söhbəti eşidib baxır, deyir, Dovşan deyir, Şah Həzrətləri, isti su gətirim, soyuq su gətirim. Dovşan baxır, deyir, vəbşə gedib su, papağla ne? İzah edə. İndi baxın, Zelenski söhbət oldu. Qaldı qıraqda belə, niyə kostyum geyinməmisən? Yəni orada məqsəd Zelenskini aşağılamaq idi. Zelenskini gözdən salmaq idi. Zelenskinin yerini göstərmək idi. Yoxsa adama jurnalistə deyirlər, sən dərdin azanı onu geyinmir. Fidel Castro'ya da deyərdin də, məsələn, sən niyə hərbi formadasan? Yəni baxın, ay Sevinç xanım, bu nə deməkdir? Bu o deməkdir ki, Zelenski əgər indi istəmirdisə o sözü eşitmək, vaxtında da Amerikadan gələn o milyardlarla pul qəbul eləməzdi. O raketləri, topları, haubitsaları, nə bilim o raketlər var idi. O nə idi adları da? Onları qəbul eləməzdi. İndi Amerika deyir, qardaş, bura bax, pulumu yeyəndə yaxşı idi. Sən də dözəcəksən. Yəni bu belə də müqavilə iki tərəfli olur, öhdəlik olur. Yəni baxın bu məsələ. Mən başa oğrunun heç bir günahı yoxdur. Əsas günah ev sahibinin. Biraz elə çıxır. Mən başqa bir şey deyim. 2014-cü ildə baxın Krım işğal olunana qədər, 2014-cü ilə qədər o meydanda hanı Klitschko? Hardadır Yesenyuk? Hardadır Yesenyuk? Yesenyuk bilirsiniz harda? Amerikada milyarderdir. Klitschko hardadır bə? Bu insanları küçələrə töküb orada. Baxın, mən demirəm, Yankoviçin də can cəhənnəm olsun, digərlərində. Orada onsuz da demokratiya anlayışdır. Yəni indi xalqı bu zülmə salıb, xalqı müharibəyə salıb. İnsan mən baxıram, deyir ki, Euronews çəkib fəxrlə də göstərir. Artıq qadın məhbusları döyüşə göndərirlər. 1000-dən artıq qadın məhbus gedib səngərdə döyüşür. Yəni bunu Sevinç xanım vaxtında müharibəyə girməmək lazım idi. Vaxtında mən Ukraynaya, NATO-ya mı, KTMT-yə mi üzv olacam deyib torpaqları Rus ayısının ayağı altına verməmək lazım idi. Bizim vətəndaşlar da artıq siyasi baxımdan biraz yetişsinlər. Emosiyalar ayrı şeydir, emosionallıq ayrı şeydir, reallıqlar ayrı şeydir. Tarif Məmmədli. O zaman Tural Abbasının məntiqincə biz gərək heç Erməni-Rusa müqavimət göstərməyəydik, onların dediyini də edəydik. Axı biz həqiqətən də müqavimətimizi göstərdik. 30 ildə niyə göstərmədik bəs? Sual verirəm də 30 ildə nə oldu bəs? 31-ci ildə, 20-ci ilə qədər biz Qarabağ bizim deyildi, haqlı deyildi. Demək ki, hər şeyin özünün vaxtı və zamanı var. Başqa bir sual verim. Müharibənin ortasında biz niyə müharibəni dayandırdıq? Niyə Şuşadan sonra Qarabağ haraydı? Xocalı, Xocavənd, Xankəndi, Şuşa. Bir dənə Şuşanı azad elədik, dayandıqda. Niyə dayandıq? Niyə Rus qoşunlarını, sonra çıxartmağa çalışdığımız Rus qoşunlarını niyə buraxdıq Qarabağa? Düzdür? Gəlin ondan da niyə təzədən 150 min erməninin və 15 mindən artıq separatçı ordunun təzədən Qarabağda olmasına göz yumduq biz bir müddət? Gəlin bunu da danışaq da onda.
Niyə? Çünki bu siyasətdir. Yeri gələndə bir addım geri addım atmalısan ki, sabahki uğurlarını təmin eləyəsən. Amma bizim məsələ də budur. Yoxsa Tural Rusiyanı tənqid, məndən çox Rusiyanı tənqid edən ikinci siyasətçi mən bilmirəm. Mən nə vaxtsa Rusiyanı tərifləmişəm? Yox. Və yaxud da ki, Ukrayna qardaş, biz təbii ki, özümüzə biz bilirsiniz biraz da işğala məruz qalmış dövlət kimi həmişə işğala məruz qalanların yanında oluruq. Özümüzü empatisiz demiş, empati eləyirik. Amma bir sual verim. O empatini biz İsrailə niyə eləmirik? Gəlin sorğu keçirin görək. Neçə Azərbaycan vətəndaşı İsraili işğalçı dövlət kimi tanıyır? Böyük əksəriyyət tanımır. Düzdür ya yox? Neçə nəfər tanıyır? Neçə dəfə İsrailə işğalçı deyir? Bax sizin dediyiniz kimi. Siz bu studiyada neçə dəfə işğalçı deyirsiniz? Siz bilirsiniz insanlar məsələn İsraillə bağlı məsələdə niyə fərqli mövqe tuturlar? Deyir, onlar bizim dostumuz da. Bəli. Yaxşı, onda demək ki, milli maraqlar. Mən də onu deyirdim də. Yaxşı, İsrail-Fələstin məsələsində əgər siz milli maraqları öndə tutursunuzsa, insan haqlarının üstündən keçirsinizsə, demokratiyanın üstündən keçirsinizsə, müsəlman qardaşlığının üstündən keçirsinizsə, xeyr ola Rusiya-Ukrayna məsələsində ancaq siz beynəlxalq belə deyək, maraqlardan, demokratik maraqlardan çıxış. Onda da biz deyil, məsələdə ikili yanaşma var. Biz işğala məruz qalan tərəf olaraq empati qururuq. Onda İsrail Fələstinlə də quraq da. Eyni zamanda indi əgər bizim az öncə dediniz bizim də öz maraqlarımız var. Bizim öz maraqlarımız odur. Sabah başımıza bir pis iş gələrsə, sabah bir hücuma məruz qalarıqsa, sabah hansı bir xain bir hücum gələrsə üzərimizə, İsraili yanımızda görəcəyik, Fələstini yox. O baxımdan biz balansı o cür qururuq. Məsələ odur. Yaxşı, Ukraynanı yanımızda görəcəyik. Bəlkə də görəcəyik. Bəlkə yox, müharibə oldu. 2 dəfə müharibə oldu. Neçə dəfə görmüşük yanımızda? Yəni Ukrayna bir tərəf qalıb. Yox, bir tərəf qalıb. Bir hərbi bir niyə İsraildən də böyük şimdi Ukrayna İsraildən də böyük dövlətdir. Baxın, indi yalvarır da. Əvvəl var idi axı. Bax, Ukrayna ordusu və onun təyyarə istehsalı filan sayəsində kifayət qədər inkişaf eləmiş ölkə idi dağıdılana qədər. Dünyanın ən böyük təyyarəsini Ukrayna buraxırdı. Ruslan deyə Antonov. Antipli, yəni Amerikadan belə böyük təyyarə idi. Yəni o içində 4-6 tank daşıya bilən təyyarələr idi. Yəni bu məsələdə baxın bizim vətəndaşlar da artıq qərar versinlər. Ya dövlət maraqlarından çıxış eləsinlər, ya da ümumilli maraqlardan.